yaxud da narınc kimi meyvələrdə, məsələn, portağaldır, mandarindir, bu tip şeylərdə və yaxud da yenə ət məhsullarında, qaraciyərdə, yumurtanın sarısında, ya da qozdur, badamdır, bu tip quru meyvələrdə də yenə fol turşusu miqdarı var ki, və bunu da qəbul etmək təbii ki, fol turşusu əksikliyinə bağlı olan anemiyanın qarşısının alınmasında rol oynaya bilər. Və bir də mədə xəstəliklərindən danışaq. Məsələn, bəzi durumlar var ki, o durumda mədənin xüsusi bir molekul ifraz etmə funksiyası pozulur. Həmin bu molekul isə bizim bədənimizdə B12 vitamininə birləşir və B12 vitamininin bağırsağımızdan sorulmasına səbəb olur. Əgər mədəmizdə bir xəstəlik varsa, bu məsələn daha çox mədənin autoimmun xəstəliklərində görülən bir durumdur. Yəni immun sistemin insanın özünə qarşı savaş açdığı durumlarda və bu zaman bu intrinsik faktor dediyimiz faktor yoxa çıxır və insan nə qədər B12 vitamini